Videoya başlamadan önce kanala abone olup like atmayı unutmayın. Hoş izlemeler. Justin Rabia bir yakınlar. Arkadaşlar Rabia Justin bir bır okramı. Ay Allah. Özünü oğlan eləyir. Ay Allah. Stili ve kuzu şahsımız ha. Hayatta en nifret elədiyim stil. Ay Allah. Onu öyle oğlan istemirdim. Bərəkədən olsun belə bir şey çıxacaq mənim qabağıma. Səncə bir dənə gözlə. Ay Allah. İsiyə. Yaxşı şey olmamış. Yaxşı ki olmayıbsa mənim balam ata özünü öldürərdi. Gedirəm vapşığa. Çakın, nasılsın, iyi misin? Gördün mü beni? Nasılsın? Arkadaşlar gülürler ki Ne? Mənim anama söz atan buranın başı nəzərəm. Tərcümə eləyim də sənsə. Əsəbi də onu gör gülür. Əsəbi olanda gülür də o. arkadaşlar Zeyd belə olacaq böyüyəndə. O Zeydin evet saçını dibdən vurur. Ey yaraşıqlısan. Nə danışsın? Gəlir səndən. Al məni. Rədd olun buradan. Gözüm görməsin sizi. Ürəyimi çıxartmayacaq. Artıq görsən sənə ki yaxşılığınlar. Ha. Sən gələcəkdəki oğlun belə olacaq da. Yox. Fragment göstərdilər sənə. Ay Allah, sən özün qoru bizi. Gül kimi yaşayıram. Aşkım nəyin pisliyi? Oğlanların ərgənlik dövrü belə olur. Sən belə olmamısan. Mən qələt eləyirəm. Mən ərgən olmuşam ki, oğlan da olum. Mən işləmişəm də. Ərgən olmuşam. Zamanla Uşaqlar deməli Rabiyyən bildizdə avaraydı. Yanındakı da oxuyandı, amma avaraya qoşulub təsadüfən. Ta. Murad, dayısı Murad oxşuyum. Hə, düz deyir. Bir şey siması. Nə danışırlar bunlar? Siz qaqaşsınız indi. Ay Allah. Rabia zibili vurur, Məryəm öz boynu götürür. Hə, Rabiyyə zibili vurur, Məryəm öz boynuna götürür. O imajı yaradıblar. Yaraşdınız. Dostlar, mənim dostumdur bu, tanış eləyim. Adı Murad. Cabas nə deyə elə adı var. Ay Allah. Bunun duruşuna bak. Aşkım oğlum. Mən duruşuma niyə lağ eləyirsən ki? Sən niyə oğlan olmamısan Əsma? Mən saçım qızlarına xoşum gəlir. Çox sarı qızdır. Ay, şu an həqiqətən Zeydin böyüklüyü mənə maraqlı gəldi. Necə görünərdi o bu yaşda olsa. Nəysə. Ahmet qardaşın 8 Mart münasibəti ilə gətirdiyi tortu kesiyoruzdur arkadaşlar. Evet kızlar, hal-hazırda saat 10'dur. Misafirlərim getdi. Nakuş, yoldaşı, bir də böyük qızı getdi. Ortancıl qızı ilə balcı qızı hələ bizdədir. Yalvar yaxar 2 nəfəri saxlaya bildik. Nasılsınız Rabia hanım, iyi misiniz? Mən də qəşəng mətbəxi səliqəyə saldım. Krantımı sürtdüm, qəşəng yudum. Buraları qəşəngcənə yudum, təmizlədim. Qazımı sürtdüm. Kuxnanı elədim pırıl. İndi mən də gedirəm biraz uzanıb dincəlməyə arkadaşlar. Biraz dincələk, enerjiyə, yeni macəralara yelkəni açacağız. Gecə durub bir şey biləcəyik. Yox həyatım, sən narahat olma. Oğurluq, nə bilim gecə gizlicə hardasa qalmaq, zat belə şeylərlə bu gün işim yoxdur, yorğunam. O mənada demədim. Sağ olun. Ay. Günaydın arkadaşlar. Hay Allah. Askıraraq başlamasaydım daha yaxşı olardı. Salam aleyküm. Sabahınız xeyir Əsnət xanım. Nasılsınız? İyi misiniz? Arkadaşlar deməli günə nə ilə başlamışam? Günə ilk öncə Fiora Kosmetikadan gələn termosumu qoyum qırağa. 8 Mart hədiyyəmi açmaqla başlamışam. Bircə saniyə. Tam içi boşdur. Bir an duş geli qalıb içində. Qızlar çox qəşəng idi, dəhşətli dərəcədə. İndi bunu hamama aparıram. Baxın,
mini parfümünü, bunu da indi geyinmə soyunma otağına aparım. Bədən kremi, bədən losyonu, içindən belə bir parfümü çıxdı. Həqiqətən bir şey deyim, iyini bu qədər gözəl gözləmirdim. O qədər soft, o qədər clean, o qədər təmiz bir qoxusu var ki, ona görə direkt otağıma qoydum. Çünki ən vacib parfümlərimi buraya yığmışam. Bunu götürürük, kutumu götürürük. Günaydınlar efendim, nasılsınız, iyi misiniz? Nətər yatdı Nəsmə, küsüşüb eləməmisiniz? Evet, pastelimi de götürürüm, gidiyorum. Haydi düşdük zavtraka. Let's go. Arkadaşlar oturduk kahvaltıya. Bugün səhər yeməyi Şəhriyar bəydəndir. Təşəkkür edirik Şəhriyar bəy. Deyir ki, ala gözünə aşıqam. Səni bir də yumurtadan soruşum gələk. Deyir, səssiz qalmağa öyrəşməmişəm. Səni uşaqlardan soruşum gələk. Oyda. Alqışlar, bir də nə alqışlar. Bize çay vermeyəsən Şako. Stəkanları yudumda görmürsən. Bıraxaq. Halal olsun sənə dayı oğlu. Nə gözəl, nə gözəl. Gecə nə olmuş deyə? O niyə ayaq üstə ölür? Gecə deməli acdılar uşaqlar. Hə. Deyirəm ki, gəlin düşə aşağıya. Əsma mənə gecə yazıb ki, aşkım icazə versən aşağı düşüb yemək yeyək. Elə soruşub, elə bil ki, gecə saat 2-yə qədər aşağı düşüb çıxıb evi bir-birinə qatan mən idim. Qırıldıyor ha. Deyirdi ki, biz aşağı düşsə atı bizi götürəcək oturdacaq. Səhərə kimi evdə qoşub gəldim. Uşaqlar, biz yatmışıq Şəhriyarla. Bir dənə dodong aşağıdan səs gəlir. İkimiz də dik atılırıq, dururuq. Deyirəm Şəhriyar evdə onlar pilləkəndən yıxılacaqlar, qov onları otağa. Şəhriyar çıxıb qışqırır, təzdən gəlib yatmışıq. Niyə? Nəysə, uzun sözün qısası düşüb yemək yediniz. Yox, yenə ac qaldılar. Niyə? Niyə ac qalırlar axı? Mənim başım çıxmır, niyə ac qalırlar? Evdə yemək var da, niyə ki, nə üçün ki? Ufuş, qoxu, əsl qoxu düş oları, düşsəz atı qışqıracaq. Niyə səhərə kim aşağıda yazıbsınız? Deyim, birinci mərtəbə işığı yanırdı. Necə oldu ya? Bu yabancaqsınız. Bana da su səhərə qədər aşağıda gəzəm. Və kim yandırmış Bir dəfə olaydı? düşdü, su içdi, çıxdı yuxarı. Su içdi. Bir dəfə düşüblər, sən xəstəsən sən. Səhərə kim evdə yazıblar? Üç dəfə düşmüş. 3 dəfə rahat düşmüsüz. Mən öz qulaqlarımı şahidiyəm, qızım. Yaxşı ki, bu gəlib, valla bunun boynuna heç nə qoyamıram. Görsən dünən deyirdin, yox, uşaq düz Mən deyir. bir dəfə düşmüşəm, onları mən xəbərim yoxdur. Mən bir dənə səndən danışmıram axı, hər kəsdən danışıram. Sönələr kim yiyir? Yerdən kabası çayı. Görsən, deyirəm, kabasa da vurma oxula denk də. Gecə saat 2-yə qədər oyaq qalırlar. Çayı yedilər, yenə azaldılar. Dedim, gəlin gedib düyü tökəyi. Nəysə, davay çayları süzüb zavtrikimizi eləyək, günə başlayaq. Ortada baxmayın. Sənin telefonun niyə? Hə, mən telefonu aldım, bəydim, Nəsbə telefonu almadı. Baxdılar onlar telefona. Əsmə qoymuş TikTok'da fırladırdı dayanın sərsən gəlir. Nahidə eşidirsən Nahidə? Qızın gecə 2-də telefona baxırdı Nahidə. Mamdamiyə yazıb da, mamdami Mən ki yatmış, az baxın telefonu. Dəhşətül vəhşət. Qosqanmadım. Bilmirəm, bu dəfə mən bilmirəm aşkım. Bu dəfə mən bilmirəm. Orada nə edir? Hər gün bir yerdə çıxardısan, kim hara tapdı orada qoyur. Nasıl üstü? O mənim kutkamdı ya. Orada buradan aparım orada. Mənim qısqamı oxuşuyor. Oxuşun gözünə. Mənim gözümə zədə girməyib sən. Buradan asmışdım, dedim sən ki götürün aparım onu. Piləkəndən kutqasınlar. Mənim üçün belədir. Mənim evimdə ölür. Siyah piləkəmi alsam, sən böyle. Piləkən, sən piləkən deyil, hamımızın piləkəndə. Asma piləkənə. Orada oturup hatta paltayı çıxıyor. Hə, Allah'ın dostum, qonaq otağına girəm Şəhriyarın kəmərli, şonqa şaraq şalvarı. Spaniyə girəm sportivni dəsti. Girəm hamama girəm yerdə maykası. Piləkənə qalxıram, piləkəndən kutqasını asıb. Geyinmə soyunma otağına girəm. Məryəm göstərmişdi videoda. Şaqqa şaraq çıxardıb paltarlarını elə olduğu kimi də qoyub çıxıb gedib. İki canlı ölmüşəm əyilib sən paltarları yığmaqdan.
İşıqlarımızı kəsiblər arkadaşlar. Mən getdim pastellərimi atdım yumağa, işıqlarımızı kəsdilər. Mən knopkanı basan kimi işıqlar kəsildi. Elə bil mən işıqları şeyləməyə, söndürmək üçün basmışım. O bir evdə də pastelim var da təptəzə. Onu qurudacam, o 2 dəqiqə quruyacaq, hərəsini asacam bir dənə kombinin üstündən, axşama qədər hazırdır. Neysə, çayları süzün, bundan çay süzən sifət çıxmayacaq. Deməli, qızlar, gəldik geyinmə soyunma otağına, Rabişlə birlikdə hazırlanıyoruz. Gedəcəyik Lənkərana. Şərir, bugün televizor alacaqsan. Evdən çıxacaq, satışırıq və çalırıq. Mən demək olar ki, hazıram. Cüzçü boydan al. Elə o boydan alacaq. Ha gitsən. O sondan balacası getmir ki bizim TV stendi yekə düzəltdirmişik. İndi məcburuq yekə televizor alma. Uca da heç çarəmiz yoxdur. O TV stenddə balaca televizor qoysan içəri girən bizə gülər ki, bu TV stend hara bu televizor? Şəhriyar pultları çözməyə çalışır arkadaşlar. Lustrlarımızın pultu var. 2 saatdə tapmaya çalışır ki, bu otağın pultu hansıdır? Evet. Mən də makyaj eləyirəm arkadaşlar. Ayda ürün dənəmə videolar çəkmək istəyirəm. Rabiədən soruşam ki, Rabiə makyaj videolarına baxsan, deyir, hə, qabağıma çıxanda, deyir, oturub axıra qədər baxıram da. Deyirəm, nə tərz videolara daha çox baxsan, doğrudan hər dəfə də yadımdan çıxır cavab. Challenge-lərə. Ürün dənəmə videosu var. Bir də o söhbət elləri makyaj eləyədə maraqlı gəlir. Uşaqlar, sizcə ürün dənəmə videolarını necə çəkim? Makyaj videolarını necə çəkim? Yəni qısa videolara, shorts bölməsinə, TikToka, Instagrama atmağınızı istəyirəm. Sizcə söhbət eləyə-eləyə, danışa gülə-gülə, yoxsa challenge kimi, yoxsa mahnı ilə? Mahnı ilə olmazsa, ya challenge kimi olsa, ya da söhbət edir. Siz də öz fikirlərinizi bildirin yorumlarda. Misal üçün, Kiko'nun rujlarını dənəmək istəyirəm. Məndə çoxlu rəngləri var, ağzı açılmamış da. Onları necə bir şey çəksəm sizə daha maraqlı gələr. Bilərsən. Bir dənə pomada ilə bütün makyajımı elədim. Axı dənəmə videosu çəkmək istəyirəm. Makyajı bilirəm. Dənəmə çək, şimdi o biri video. Misal üçün bax burada mənim yığmışam da bura ayırmışam. Bax burada mənim 1 2 3 4 5 6 7 8 dənə dənəməli Kiko glossum var. Hamısı da qəşəng rənglərdədir. Oho. Necə çəkim onu? Challenge olmadan, yəni. Çünki bu dənəmədə 8 dənə rujla challenge. Bildir ki, bu necədir? Baxarsan, yəni o tip videoya. Həqiqi. Siz də öz fikirlərinizi yorumlarda yazın. Mən də makyajımı eləyib geliyorum heməncəcik. Qızlar, makyajım hazır. Necə olub sizcə yorumlarda yazın. Baxın. Yeter güzel. Qaçmışam ona görə. Rabiş mənə kömək elədi seçim eləməyə. Rabişin köməyi ilə yapdım makyajımı. Dodaq kombom falan bilmirəm olduğu kimi düşür. Yəni çox qəşəng görünür hal-hazırda, amma bilmirəm kamerada necə düşür. Getdi ya. Eləmə də belə sən olma. Dilimdən səhv edirəm. Elə bir şey qurban olmalı. Qurban vurdu. Sən o səhvin daha başa gələr sonra mənə. Deməli uşaqlar, geyinmə soyunma otağında o qədər əziyyət çəkdi, hazırlaşdıq, bəzəndi, düzəndi. Gördüm hamı oturub heç kəsin çıxmaq fikri yoxdur. Gəldim ton balığı ilə çörək yeməyə. Dalımca Rabiə gəldi, dalımca Şəhriyar gəldi. Onlar yeyənə qədər mən oturdum xurma ilə çay içməyə. Oturub qalmışıq, evdən çıxa bilmirik. O nə səsdir elə? O nə səsdir? Mən video çəkirəm axı. İndi burada konsert olacaq. Bunu da içim çıxırıq jesiya. Nə? Bunu da içim çıxırıq jesiya. Əgər alınsa, qismət olsa televizor almağı fikirləşirik bu gün evə. Fiora Kosmetikaya dəyməli çəkilişimiz var. Əsma ilə Gülsümün akuşgilə qoyacağıq. Yəni bayağı bir işimiz, görevimiz var arkadaşlar. Televizor alınsaydı, qonaq otağında heç kəs oturub durmur, televizor yoxdur deyə. Çox soyuq qalıb o otaq. Yığışardıq orada. Bir də çoxları deyib ki,
evin proyektini heç cür başa düşə bilmirəm. Başdan ayağa bir dənə evi turluyun. Biz də görək ev nə yerdədir, hansı mərtəbədə, hansı otaqda çözə bilmirik. Arkadaşlar, zaten mən siz çözə bilməyəsiniz deyə elə çəkirəm. Zaten ona görə elə çəkirəm ki, indi çözə bilməyəsiniz. Qoy misafir otaqları da hazır olsun. Misafirlər üçün yataq otaqları hazır olsun. Ondan sonra qapını açacağım. Girişdən bütün sizi otaqları gəzdirəcəm. Narahat olmayın. Həyətdən bir dəfə. Həyətin hələ qoy həyətdə qəşəng ata bağ-bağça salsın, yerə tamet vurulsun. Tamet almalıyıq yerə düzmək üçün. Sonra hovuz falan qazılsın. Onu gələcəkdə göstərəcəm bəzəyəndən sonra. Yaraman, yarım mən bu maşına minəndə bu ev mənə dar. Yox, bu maşın mənə dar. Arkadaşlar, bunların ürəkləri gedib. Şəhriyər deyir, Rabia, neynədin onlara? Hamısının ürəyi getdi. Yola çıxan kimi Gülsüm də, Məryəm də, Əsma da çezdilər arkadaşlar. Mənim bir qram gözümdə yuxu yoxdur. Sizin üçün yeni video girişi düzəldirəm. Hətta sürpriz. Gözdə nə sürpriz? Bu videoyu qoyacağım da. Nəysə arkadaşlar, Allahın izni ilə Şəhriyər nə var tələsirik deyə ən uzaq yolu seçib Lənkərana çatmaq üçün. Bir dənə yolumuz var 20-25 dəqiqə çəkir. Bir dənə yolumuz var 30-35 dəqiqə çəkir. Sən çox tez getməzsən, aviasiyasından bilet al, uçur Lənkərana. Olsa əmin ol ki, alıb uçardım. 2 saatdır yoldayıq. Biz mənim ürəyim bulandı, dön, fırlan. Aviasiyas demişkən, bizi nə vaxt aparırsan gəzməyə. Aşkım, sən iştahın böyüdür ömrü. Sən iştahın böyüdür ömrü. Niyə? Aşkım, sən bu qarınla samolyota minib getməzsən. Aşkım, biz danışmışdıq ki, ev bitəndən sonra sən bizə samolyotda aviasiyasdan bilet alacaqsan. Dünyaya samolyotda gəlsin. Biz gedəcəyik gəzməyə. Mən bir dənə samolyotdan paraşütlə Lənkəran balnicasına tullanmamışım. Onu da yaşadım mənə. Yaxşı, görüm Zeyd oğlanla sörümlə bəhanə tabi. Onda da deyəcək, uşaq təzə doğulub. Onu da deyim ki, uşaqlar, qürbətdə yaşayan dostlar, tanışlar, Azərbaycandan qürbətə uçmaq istəyənlər, aviasiyas.az-da ən sərfəlik biletlər aviasiyas.az-dadır. Girib oradan biletləri ucuz qiymətə əldə edə bilərsiniz. Evet, onda sən də al. Alaram, Rabia. Almırsan, sən sus. Mənim balam. Ata da tez bir zamanda gələcək yanıma. Yaxşı. Al verməyəcəm. Bu uşaq, qoy dünyaya uşaq gəlsin, sonra gedək də. Aksyo, eşitdiniz? Uşaq dünyaya gəlsin. Tez xatırladacam onu Mən sənə. söz verirəm, Allahın izni ilə pilotun böyründə otururam, uşaq qucağımda. Hər qışqıranda pilota deyəcəm, qaz ver, aşkım, bas qaza. Kim tutar sən, bas qaza. Uşaqlar, heç körpü uşaqla samolyota minmişsiniz. Niyə minməyiblər? Həyatlarına nifrət ediblər, tövbə ilə düşüblər. Anneciğim, sən sakit doğul, xahiş Yanlar edirəm. var. Qışqır bağır, ağlağan olma ki, qoy biz samolyota zada O uşaq sənin minə qarında o qədər şaqqanaq çəkib. O gələndə şaqqanaqla ağlamağı çəp salacaq. Onun səsi bizən olacaq. Xanəndə, muğam, orkestr, qurban Allah'a, Fironya. Bizə nə səslə gələcək, Allah okur verəcək. Ebi ulamasın, bir dənə ulamasın. Bizim ev mayak olacaq, mayak. Bütün aslara səsi oyanacaq. Kim deyələr? Ulamasın, gülməyində problem yoxdur. İstədiyi qədər şaqqanaq çəkəbilir. Bir dənə ağlamasın, xahiş edirəm. Mən özüm bu qədər dayanmadan gülürəm. Sözü yalandan gülməm. Gülməyim gəlir, gülürəm. Sən gülürsən, hə? Mən Gülməyim zarafat gülür. bir qırağım, maşallah, göz dəyməsin. Şəhriyər o qədər komik, o qədər insanı güldürən biridir ki, mən... İt kimi istəyirəm, başıma sıxal dəymədim. İt niyə istəyirəm? İtdən danışsın, başıma sıxal çəkə, o qədər komik istəmirəm. O qədər gülməli bir insan. İlk 3 ay deməyim, ilk 3 ay... Güləcək. Yox, mən iki canlılığımın ilk 3 ayında çox bəyquşluğum tutmuşdu. Həddindən artıq ulamışam, çox ulamışam ilk 3 ay. Hamı da mənə deyirdi ki, uşağın ağlağan olacaq, İlk 3 ağlama. ayı bir də editləyin də bu xəbər olmadan Türkiyə samolyotlarında o şey nədir? İlk 3 ayda ağlağan olmuşam. İlk 3 aya heç xəbəri yox idi. Türkiyədə o uçan göyə qalxan
Düş o uşaq var ya bizə ana qarnında paraşütlə də yanıb. O möcüzə əsəri yaşayıb. Yəni o Allahın verdiyidir. Yəni mən buna şahid oldum. Niyə arkadaşlar bir dənə girin. Xəbərimiz yoxdur. Ofeliya xanım 2 canlıdır. Bir Türkiyə uçmuşuq. Pilus'ta üstəyə karusellərə minib bütün İstanbul bunun səsini eşidirdi. Qalxdı ki, düşdü aşağı. Fıra! Bütün avtobuslarda qışqıra nə qədər yollar yerimişik. Yıxılıb yerə, fırlanıb göydə. Yəni uşaq ana qarnında mən bildim ki, o uşaq mənə aiddir. Qurban olmalı o. Tarzandı, Tarzan. Necə həyata tutunubsa o uşaq necə həyata, həkim məhətə qaldı. Bilsən, iki canlıydı o paraşütlərdə uçanda, düşəndə, qışqıranda. Kocam seviyorum her şeyi. Vay. Telefonumun zaryadkası 50% Rusya düşər. ilə keçən dəfə də qoyub bunu, bu boyun qurban olma Allaha. Girmişik böyük şəbəkə marketdə. Mənə də apar telefonu qoy zaryadkaya. Basmışım cəmaət da qalıblar kassada. Kocam da kocam, kocam benim kocam, cəmaət onu baxır mən ki, bu neyini bu, bu nə? Ben telefonum gerçekten Kestirmə qoymuşam. Qırmızı oldu. Telefonuma 50% düşəndə zaryadkam. Sonra telefonu zaryadkaya taxanda, bir də ki düşük güc modu yananda deyir ki kocam da kocam, şakom da şakom, kocamın şakomu çok seviyorum. Onu deyir. Ne var ki pis bir şey var. Ben sana olan sevgimi ikisi dilə göstərir. gətirmişəm. Deyil, ölüm səncə, deyil. Deyil. Bir de ben size geçen değil. Nə deyirdi, səndə nə deyirdi? Bismillahirrahmanirrahim. Rəhim, əlhamdülillah, Rəbbi aləmin, Gör Ər-Rəhmanir-Rəhim. nəsə deyirdi, nə deyirdi Nə deyirdi Rabiyə? başqa? Ne bileyim. Heç nə, ayətə kürsünü zaps edib, zarət qız qalanda sənsiz bəd nəzərdən, nəfsdən, cadıdan, pitidən adamı təmizləyir. Yo, Bismillahirrahmanirrahim. Teşekkürler aşkım. Nəsə belə bir şey. Aşkım, beni saja taktın, sənə minnətdarım. Nəsə elə bir şey Yeməğimi qoyub. verdiğin için de səni heç bir zaman unutmayacağım. Hə, uşaqlar Biz zarafat. option bildiyiz, bizim telefon zaryadkalarımız bir avlısı Gözləm və Rus köhnə faydalı. mövzuya qayıdıram mən. Hə, qayır. Şeydir, ilk bir ay, 2 ay o heç Türkiyəyə gedəndə o bilməmiş. Sonra mən bildim ha, o video çəkdik biz, elan da verdi ya. Ondan sonra yadında deyil, bir ay boyunca mən uladım bütün günü. Sərdən axşama kimi hər şeyə qıcıq olurdum. Bütün sinir sistemim oynamışdı. Şəhriyarın burnundan gətirmişdim yaşayışını. Hər axşam ulaşmaydı. Mən istəmir sizə. Mən çox istəmir sizə. Başlayırdım ağlama. Amma bu son aylarda xəstələnməklərimizi çıxsaq, ancaq bu məni hırtılladıbdı. Ona görə inanıram ki, Zeyd dünyaya gəndə güləyən uşaq olacaq. Buna çox inanmaq istəyirəm. Görəydi Bitti arkadaşlar. sözüm bu kadar. Onu bilirəm ki, bayaqlar videoma baxıram, necə yatıram, necə duram və bu gündən öz içimdə dedim ki, qədrim bilməliyim, bir sabah qurban olmalı, xoruzu otaqda səsi ilə duracağım. Hə, aşkım, Sən- normal yatmaq üçün axırıncı bir ayımızdır. Gələn aydan Ay, sən qurban, ketətifəni verirəm, özümlə yatıram onu böyle. tökülmüşdü elə. Ay, sən beçə qalsın, müasir dövrdə indi. İndi həkim Sən bir dənə sən dərman danışma. yazacaq, soskaya sütə qatacaq, verəcək, uşaq yatacaq, bir də 5 yaşında duracaq. Estağfurullah. Anneciğim, sən ona qulaq Allah asma. olsun. Mən indi biz Qələt uşaqla eləyir. üçüzdə də heç bir dərman zad olmayıb da. Yəni Zeyd elə bir uşaqdır ki, yəni dünyaya gəlməmiş bütün yəni qəza Dərmanları qəbul eləyib. Neynəsin yazıq, anası 3 dəfə xəstələnib. Sən ona qulaq asma anneciğim. Mən ona ketatifin verib yat istirərəm, onun dünyadan xəbər olmaz. Sən istədiyin qədər ağlayarsan. Onu bilmirəm. Klit Əgər- eləyir. Hə, Heç. getdik. Çatdıq bu arada Lənkərana danışa-danışa. Evet Konaklarımızla- arkadaşlar, geldik çatdık. Konaklarımızla vidalaşıyoruz. Yemək Konaklarımız- yeyənlərimizin ikisi azaldı. Bəsdir də, zarafat eləyir. Üçü o kimdir? Əsas da gedir. Can. Yuxudan durublar arkada. Ay Allah, məxmirələrin vidinə bax. Sağ olun uşaqlar. Baba qoy, qusqa geyin. Ya Allah, geyinin. Deməli işlərimizi bitirdikdən sonra gəlib Əsini götürəcəyik arkadaşlar. Əsi də hələlik Gülsüm ilə düşür. Məryəm getmir, nəcəb? Sağ ol.
Şo. Qaç. Qalma tərlisən. Getməsən etdə. Yola 3 nəfər, bu da gelir. Yola 3 nəfər olaraq Qaç. devam ediyoruz. Sağ olun. Qaç aşkım, qaç. Motorunuzu xodlayın. Xodduyun, yatıp durmuşsunuz hamımız. Xodduyun. Aşağıda dəmir açın. Evet arkadaşlar, yola 3 kişi devam ediyoruz. Gittiler. Evet, Şehriye Hanım'ın ilk durakımız neresidir? Gedirik evimizə televizor almaya. İnşallah tapabilsək. Əgər bizə 3 dəfə kredit gedib. versələr. Ha, bir de bize Kredit kredi versə. götürəcəyik Aşkım arkadaşlar. ben şeydeki axırıncı kreditimi vaxtında ödemişim. Mən də ödəyirəm. Vaxtında. Sen hiç Arkadaşlar, bir dənə vaxtında ödediğimi ben Niye? Ne oldu? Çadırı gördüm. Kamazı oxşatdı çadırı. Bir de üstümüze ne geldi böyle ağ renk. Ölərəm sən üçün məxmirə. O birlər yoxdur, yayalanmısan arxada. Demək arkadaşlar, bir şeye fikir vermişəm. Bilmem siz de vermişsiniz, fikir verməmisiniz. Kim dolandırıcıdır, her yerden kredit götürür. Verirler ona. Dolandırıcılar kredit verirler. Özü interest şey. Ha, bütün mağazalar Fırt geri götürür ya. verirlər. Kim ki krediti vaxtında ödeyen diye. Ona Aşkım, dille get babun gelsin sen imza atsın. aşkım, sən krediti vaxtında ödəmirsən axı. Ay bilsən, elə bilərlər həqiqi deyirsən. Sən həmişə gecikdirsən bir həftə. 2 gün, 3 gün. Cəmaat sən başa düşəndə ya. Gecikdirirsən də, düz Ay, deyirəm yalan də. danışma, ey bana. Sənə hər ay bildirim gəlirsən, gəl sonra deyirsən. Altı bazara düşürəm. Ayıb deyirsən, sən necə utanmadın? Ay, yalancı. Mənə düşmən lazımdır, böyrümdəsin. Get götür televizoru. Mənə verəcəklər, mən vaxtında ödəmişəm. Mən bir dəfə telefon... Yalancı, sən üzvən alırsan. Vaxtında kredit ödəmişsən. Yo, mən... Anım vaxtında zəng elədi. Ağzını elədi ki, Nara sənə ki, mənim nömrəmi vermirsən kredit yerinə. Mənim maz geliblər, borcumu ver. Ver borcunu. Mamı üzrə də dururdun ki, neyini mamı mən ödəyirəm, geri qayıdır. Yazı verin haqqında etib bağladı ki, bana zəng eləməsinlər, götür nömrəmdən dəyişdi. Uşaqlar bir ara taktika tapmışdım. Gedirdim kreditə nə alırdım mamamın nömrəsini koyurdum orada. Ödəmirdim, mamam məcbur qalır deyirdi. sonra dedi dayı mənim nömrəmi hardasa qoysan sən öldürəcəm, odu budu qoyamam ama axırıncı götürdüyüm kreditimi mən bu başlayandan 4 aydı vaxtı. Çünki başına oyun gəldi. Hara etdi etçim ona kredit vermədi. Və indi tövbə ilə yanaşır. Hədə əsas odur, yanaşıram, diqqətliyəm, məsuliyyətliyəm. Sən indi də deyilsən. Nəysə. Gedək mənə verəcəklər. Narahat olma. Mən 4 ayda ödəyirəm. Gedək. Ay Allah, vay dədənə gəl. Uşaqlar getdik elektronika mağazasına. Bizim istədiyimiz televizordan yenə qalmayıb. Uşaqlar. Evlə getdi, baxdı, ürəyimiz yanmadalı, ürəyimiz yanmadalı. Kimiz ürəyə gəldi, oldu. Sən ürəyin gəldi ya almağa. Dərd eləmişdin ki, nə ilə daşıyaram mən bunu Astaraya, maşına sığışmaz. O da bizim yerimizə kimsə... Çok fikirləşirəm, bəzən. Hə. Çok fikirləşirəm. Bilsən niyə arkadaş, orada endirimdəydi. Demək 850 manata, sonra Novruz bayramı endiriminə düşdü 1200 manata, qalxdı. Hə, endirimlə 1200-ə. Ondan sonra 800-dən 1200-ə qalxdı, o da biraz məni şeylədi. dayanın mahnı. Deməli qızlar, gəldik Fioraya. Hal-hazırda mağazadayıq. Çəkilişlərimiz var, onları eləyəcəyik. Rabia xanım yenə gəldi öz məskəninə. Çəkil də bu güzgün qabağından çəkil də. Buna bax, arxada gör nə var. Qızlar, mən 8 mart münasibəti ilə Victoria Secret qutumu gördünüz də yəqin ki. Bunun bombshell versiyası gəlib. Bu təzə gəlib. İçində bədən kremi, parfümü, mini parfümü. Məndə bundan var, amma mini versiyası yoxdur. Bu üçlü haldadır. Çox qəşəngdir. Təzə şeylər gəlib bu mağazaya. Uşaqlar, Fiora'dakı çəkilişimiz də bitdi. Televizor niyyəti ilə də çıxmış. Necə indi Onu da hayal həyata kırıklığı ilə keçirdə gələk. bilmədik. Biz necə hayal kırıklığı ilə edək. Dostlar, televizor axtarı neçə idi onun santını ya? 109 değildi. Yok, yok, 195, 195 195 çaşdım. Oluş, onu da televizor alabilmədik. Yəni şey alaq da, o şeyin adı nə idi? Nə istəyir yenə bu? Hə.
Işıq buraxır deyə. Projektor. Projektor. Nəysə, onu Projektor. proyektor. Onu Bakıda bir dənə mağaza tapmışam. Oradan alacağım. Evet. Hə. Bizim otağa da lazım değil. 2 dənə alacağım. Bir dənə uşaqların otağına, bir dənə bizim otağa. 100 neçə manat idi bir dənəsi. Hayır. Hə. Alarıq, qoyarıq. Pərdəsi də olur, amma bizdə boş divar, yekə divar var hər iki otaqda nə boydan. O, yəni məncə ehtiyac yoxdur pərdəyə. Səhv deyirəm. Hə. Evdə proyektor işlədən var uşaqlar. İşlədirsinizsə hansı proyektordan işlədirsiniz? Yorumlarda yazın, bizə də məsləhət görüş. Arkadaşlar, Lənkərandan gəldik, girmişik marketə. İndi evə bir neçə alış-veriş eləyəcəyik. Gedirik evdə yemək pişirməyə arkadaşlar. Şəhriyarı ikna edəmədim bizi aparsın hansısa restorana. Ona görə gedək alış-verişə. Dünən axşam ürəyim bu biberdən yemək istəyirdi. Elə belə ya, prosto yuyub boş yemək istəyirdi. Ya da içinə krem peynir sürüb. İndi bundan bolluca alacağım, evə gedəcəyik, içinə krem peynir sürüb yeyəcəyik. Kimin yadındadır o akım var idi bir ara, oradan qalıb bu məndə, hələ də qalıb yəni. Çox xoşum gəlir bunu xırçıldadıb yeməkdən. Bir də ürəyim kivi istəyir, amma kivi, buradadır. Kivi, apelsin, biber. Diyeceksiniz ne alaka bu ikisi bir yerde ama oluyor işte. Arkadaşlar Şəhriyar armud xoşlayır diye Şəhriyarın özü için armud aldırdım. Görsün necə qayğıkeş bir insan. Piş. Yoğurt istəyirsən? Hə? Arxadan götür. Uşaqlar yoğurt götürdük. Rabiyə dedi mən çiyələli istəyirəm. Biz geriyə qalan hamı şokoladlı istəyirdi. Şokoladlı yoğurt yoxdur. Sən 4-dən götürəndə bu da baxdıdır. Yo, gözdə şokoladlı tapacağam mən. Ola bilməz. Tapamazsın. Ayda. Baxdım sən. Yaxşı bax. Yaxşı axtar. Ola Bir bilməz. şeymiş bu. O başqa şey. Sən onu necə yoğurt oxşatdı, nə? Krem peynir. Ay Allah, aşır. Tut bunu açdı. Hə, krem peynir. Biber almışam, biberlə yeməyə. Hansından götürək onda? Aşkım səndən bir dənə ricam var. Buyur. Bu aralar bilsən də dırnağa takmışam. Dırnaq istəyirsən, Kleyin istəyirəm, dırnaq yox. götürərsən. Götür. Tamam, çox sağ ol aşkım. Şokoladlı yoğurt yoxdur. Nəli yeyək indi? Nəli yeyək yoğurtu? Biz nəli yeyək, sən çiyələkli yeysən. Mən istəmirəm çiyələkli. Başqa nə yox? Of, hayallerim suya düştü. Koy yerine bak şu yoğurtu. Yaxşı, bir şey düşünəcəm bir saniye. Uşaqlar, mən əvvəl şokoladlı yoğurt olmayanda şokoladlı süd alıb içirdim onun yerinə. Normaldır, yəni illərlə 20 il boyunca demək olar ki, hər ayda şokoladlı süd içən adam idim da. Şəhriyarın evinə gələndən sonra Şəhriyar bir dəfə dedi ki, şokoladlı süd biz içmirik, zəhərlənərsiniz. Mən də tripaşlıq elədim. Dedim ki, mən həmişə içmişəm. Mən alıb içəcəm. Həmin günü zəhərləndim şokoladlı süddən. Və Əsad da mənlə bir yerdə içmişdi. Əsad da mənim badıma getdi. Odur, budur, şokoladlı süd içə bilmirəm. Yəni, niyə elə oldu, niyə tərsliyə düşdü, bu nədir bilmirəm. Bunun dediyi bizim başımıza həmişə gəlir də, çox qəribədir. Yəni, ehtimalı olmasa belə gəlir. Yəni, marketə girməyin. Başınıza iş gələcək desin. Yəni marketdə adamın başına nə iş gələ bilər? O da olur. Pisniyabət şokoladlı südü menyumdan silib. Deməli uşaqlar, tuxovka yeməyi pişirəcəm. Tuxovkanı da ilk dəfə sınaq eləyəcəyik bu arada. Badımcan alırıq. Elə yanına düşündüm bir dənə də şey atarım. Acı biber. Məncə qəşəng gedər o yeməyin yanında. Bunu bir dəfə çaşıb bütün yeməyin üstünə doğramışdım. Sən demə acıymış. Bütün yemək zəhər olmuşdu. Deməli arkadaşlar, Şəhriyar Əndirabadi bir qoz növü alıb öz açarı ilə bir yerdə satırlar bunu. Açarla açır, yəni. Açarla satmırlar. Satmırlar? Yox. Ben necə açırcam bunu? Mağazin. Baxım. Gəl. Mən də ver. Gəldi söz əlin açıldı. Birinci o açdı da Ebiyə. Ver. Götürmüşəm ki. Qəribə bir dadı var. Aşkım, qəribə dadı var. Bu qəşəng oldu. Həm şirində, həm duzlu. Hə. Həm şirində, həm duzludur dadı. Həm də hövcü xiyar yeyirsən. Düzəm də. Hadi üzüm istəyirəm. Hələ çıxmayıb. Yo, üzümün vaxtı qutardı da mən biləni. Daddı da. Açarsız necə açacağıq? Sən də yedə bizə verdin ancaq. Yox, mən yemişəm.
Açarsız evdə necə açacağıq bunu? Hə aşkım, aç cibi və açarı getdik, evi yox. Ramin hediye eləsin. Ramin qızı bizi izləyir. Buradan ona salamlar. Getdik. Açarı uğradı. Ataya deyəsən. Qozun açarını uğurladıq, bağışlayın bizi. Şuradan açın baxın necə açılır. Gəl bunu verə Rabiyə Nəsrata. Gəl çox dadlıdır, öldüyü bunun dadıysın. Gör necə açırlar bunu. Açarı vermirsən, getdik. Deyən bura çağır, bura çağır. Qoz tapmışıq. Çox dadlıdır. Ye, sən də nuş elə. Rabiş, sən də ye. Nədir ki? Qoz növüdür, dadlı bir şeydir. Ağzına salma. Anla açırlar, aç. Bərdən yiyirəm qurundursun. Dırnaq qırıldı. Aça bilmədilər. Biriniz istəmirsiniz. Boş kafa. Açan açılı bu itlər. Yazıq hardan bilsin, elə də boş kafa deyir. Birdən başqa bir dağda zaptı olarsınız. Düşərsiniz, bura. Hə, yallah, yoğurt ağzı ilə. Şimdi qırarsan, Qırdı. biriniz xırda yox. Yo, qoy elə, qoy mən yerəm. Olmadı, heyf. Mən də onu bəhanə eləyib yoğurtu götürmüşəm deyəcəydim, olmadı. Nəysə, getdik. Ata cipis olar ata. Tipis. Cipis olar ata. Mən sizə icazə verirəm. Ata cipis olar. Cipis olar. Cipis olar. Hər dinən mən də İstiotlu yox. götürüb. İstiyotsuz olar. Yo. İstiyotsuz olar. Yoxsuz sap sadə olar. Hə, sağ ol. Uşaqlar Novruz səmənləri gəlib uje. Baxın, Şərir alırsan səməni. Hə? Böyüyəcək də bu. Böyümür. Böyümür yox, bu öz boyudur. Yo, ev aparandan sonra böyüyür məncə. Böyüyür aşkım. Böyüyür. Görün nə qəşəngdir. Yox, əsl boyda qalır. Özümüz də səməni böyüdə bilərik. Arkadaşlar geldik eve. Bazarlığımız da buradadır. Görün nə qədər yoğurt almışıq. Evet. Mən səbətə atmışdım. Şokoladlı yoğurt tapa bilməmişik. Nə qədər çiyələkli varsa götürüb gəlmişik. Nəysə. Nəysə. Qırmışdı. Bu şəhriyanın şotuna götürmüşük. Sındırıb özü də yedi. Mən getdim uşaqlara yemək pişirməyə. Siz də kendinize iyi bakın. Növbəti videoda mutlaka görüşəcəksiniz. Kanalımıza abone olub like atıp yorum yazmayı da unutmayın. Sizi çok sevirəm. Maçı Gucci.